Bəziləri erməni apostol müqəddəs kilsəsinin ikiyüzlülərin və farisələrin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışırlar. Dobalifo az məlumat verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Paşinyan kilsə ilə bağlı başladılan prosesə görə Azərbaycan və Türkiyəni ittiham edənləri ikiyüzlü adlandırıb. Bunu edənlər öz çirkin əməllərini erməni ictimaiyyətindən gizlətmək üçün türk və azərbaycanlı arqumentlərini ortaya atırlar. Onlar ikiyüzlüdürlər. Bu üsuldan istifadə etməklə erməni apostol kilsəsini çıxılmaz vəziyyətdə salmağa çalışırlar. Katrij Nersyan və onun kimi kilsəmizin müqəddəsliklərini ləkələyən zadəganlar Ermənistanın və erməni apostol müqəddəs kilsəsinin çiçəklənməsini istəməyən qüvvələrə hədiyyədir. Nəyi və kimi müdafiə edirsiniz? Heç bir şansınız yoxdur. Erməni apostol müqəddəs kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Mənim katolikos vəzifəsi üçün namizədim yoxdur. Ancaq sadəcə həmin şəxsə bağlı təsəvvürüm var. O Allaha inanmalı, fırıldaqçı olmamalı, İsa Məsihin ideallarını davam etdirməli, kilsəyə xidmət edən biri olmalıdır. Mömin ruhani pərdəsi altında gizlənən asğın bir insan olmamalıdır. Əlavə edək ki, Şeyxülislam Allahşükür Paşazadənin İrəvan qazılığının bərpası ilə bağlı açıqlamasından sonra Paşinyanın erməni kilsəsini hədəfə alması ictimaiyyətin diqqətini Azərbaycana yönəldib. Baş nazirin katolikosu hədəfə almasının arxasında Bakının olduğuna dair absurd ittihamlar səsləndirilib.